Hər hadisə diqqət eləsən Allahın bir sözüdür sənə. Evdən çıxırsan səhər, maşına mindin, getdin bir yerə, tutaq ki bir qəzaya düşdün. Gəldilər, maşını vurdular. Bunu təsadüf hesab eləmə. Quran deyir ki, bunun arxasında Allahın sözünü tap, nə demək istəyir sənə. Biz isə yox, biz tələsirik ki, görüm nə qədər ziyan elədi ustaya, nə qədər verməliyəm, pulu kim verəcək? Məsələ həll oldu, getdi. Bu məsələnin cüzi hissəsidir. Arxasında dayanan var ki, bu nə idi mənim başıma gəldi və niyə başıma gəldi? Nə istəyirlər mənə desinlər? Niyəsini bilə, hətta niyəsini bilməsə belə, bəzən bilmək olmur niyəsini. Heç olmasa bilə ki, niyəsi var. Uşağın əlindən bir qiymətli qab düşdü yerə, sındı. Ana qışqırmamış uşağın üstünə ki, əlin sınsın bunu sındıran yerdə, ana bir qədər aram dayansın ki, nə baş verir görəsən? Allahın nəsə sözü var. Allah Quranda buyurur ki, mən müsibət, xırda və böyük sizin başınıza gəlirsə Allahın izni iləndir, təsadüf yoxdur. Maşını biri gəlib vuran kimi düşüb qışqırma ki, sən gözün kördür, görmürsən. Düşüb deyəsən ki, elə bil ki, məsələn deyirəm bunları misal üçün. Düşüb deyəsən ki, deyəsən biraz fikirlisən, ola bilər, nəsə problemin var. Sənin maşını vuranı düşüb sən sakitləşdirəsən. Allahın hadisələrdə işi budur. Kaş belə insanlar maşınımızı vura, ya gedək o adamların maşınını vura, belə arif adamların. Ki düşə sənə xoş danışa, mehriban danışa, deyə narahat olma. Onsuz da o dəmirdir, düzələcək. 5 manat, 10 manat o yandan bu yandan, amma məqsəd var bu işlərdə. Allah istəyir səni yetişdirsin. Allah istəyir sən öz zəifliyini tapasan bu hadisələrlə.